Yüreğimi bitirdim, bitirdim. Kolunu kalbimin evine getirdim, getirdim. Sana gönlümü bil ki kurban keserdim, keserdim. Kanımda sevgimi, eksini görerdim, görerdim, görerdim. Bir defa atmasan otlara, öyle yandırmasam sevmeden bir daha. Bir defa atmasan otlara, öyle yandırmasam sevmeden bir daha. Sana gönlümü bil ki kurban keserdim, keserdim. Kurban keserdim. Kanımda sevgimi, eksini görerdim, görerdim, görerdim. Bir defa atmasan otlara, öyle yandırmasan sevmeden bir daha. Bir defa atmasan otlara, öyle yandırmasan sevmeden bir daha. Değerli detektifler, neceydi trek? Her bir maska için xüsusi bir trek hazırlanıb. Maska Show'da. Mən bu mahnını belə aranjmanda mən ha səhnədə olan adam heç təsəvvürümə gətirə bilməzdim ki, bu mahnı bu birisi də əslən Özbək mahnısıdır. Onun bu aranjman kosmik aranjmandır. Ne güzel ifaydı. Çok güzel. Ne güzel nömrəydi. Biz burada bilmirəm nəsə bir Elə bir Tibet hə, qədər, Tibetdən nəsə falan. psixoterapiya seansı keçmiş kimi olduğu elə sakitləşdirdi bu bizi. Elə gözəl emosiyalar verdi. Bravo. Teşekkürler Kamile Hanım. Hele rəqs edirsiniz. Ay bir vefa atmışsan oldulara, öyle yandırmışsan gezmerem. Ay maşallah necə Sevmerem bir daha. Teşekkürler. Murad Arif. Əzizim ağa, artıq bir neçə buraxılışdır ki, səməni şəxsən mənim üçün şəxsi məsələyə çevrilib. Mən bildim sən bayatı deyəcəksən. Əziziyəm ayağa. Əzizim ay ağa, bu nə oyun ay ağa? Gəlmişəm bu maskaya. Hə, bax, Bu çıxışlara baxmağa. indi ağlımdakı bu çıxışlara baxmağa. Səmənini Ay tapmağa. səməni, ay səməni. Bax, ağlımızda olan adlarla bir dəfə mahnısı indi düz gəlmir. Qaldım bax belə, yəni hansı təzyiqlə İlahə Şıxlinskaya və yaxud Könül Arif qızına bir vəfanı oxutmaq olardı ki, hansı təzyiqlə, şantajla mı, nə bilim zorla mı? Amma sən deyim, bu aranjmanla özləri qaça-qaça oxuyardılar. Aranjman Murad. zor aranjmandır. Mən bir şey var, səməni niyə biraz şərq fəlsəfəsinə yaxın səmənidir? Tibet Elə bil falan, Tibetdən hə. gəlmiş səmənidir. O gezmeyi çok sevir. Seyahat etmeyi çok sevir. Tamam, gəlin burada zarafatları saxlayaq. Səməni intellektualdır və bunu da bizə ötürməyə çalışır. Ki, mən 100 sözə 100 cavabım var. Burada əlaçı verilişinə eyhamdır da, başa düşürsünüz də. Eynən. Daha sonra, ümumiyyətlə, ağıllı danışmağı sevir.
və bu ona yaraşır. Bizdə show biznesi hamı ağılı danışmağı Amma sevir Murad, də. biz Show kim? business, Hə, show business. bəli. Bax, show businessdə isə ağıllı danışan adamlar demək olar ki, buradadır. Aramızda biri çatışmır. Akademik. Aramızda biri çatışmır, o da Nura Suri. Show businessdən danışırıq. Evdə maska arxasından danışırsınız. Nura Suri. Yəni ağıllı danışmaq mən elə show bildim, business. sən- Ola bilər. Ola Sən bilər mənim də, üçün hə, deyirsən. Ola bilər. Gör söhbəti hardan gətirdi, hardan birləşdirdi ya. Coşqun bəy, mikrofonu götürmüsünüz, davam edin danışmağa. Davam edin də, Necə bu idi? Baxın, istər- ahını sizə haralar apardı, hara İstər getdiniz, Tibet gəldiniz. olsun, istər Özbəkistan olsun, istər Türkmənistan olsun, istər... Amma bugünkü bu Səməninin çıxışı doğrudan da bizi valeh elədi. Sən bu mahnını, Səməni, həqiqətən də əgər biz səni saxlayırıqsa Səməni, sənə halal olsun. Səni cücərdiriksə sənə halal olsun. Aranjman çox gözəl, çıxış çox gözəl, ifa çox gözəl. Bu müğənni deyil, bu aparıcıdır. Birazdan bizə deyərsiniz kimdir? Deyəcəm, ağa, deyəcəm. Amma Maraqlıdır. çıxışın möhtəşəm idi. Möhtəşəm idi. Təşəkkürlər. Kamilə Babayeva. Muradın fikrini əgər davam eləsək ki, bu ağıllıdır show biznesdə, deyək ki, öz fikrini, öz düşüncələrini səliqəli şəkildə ifadə etməyi bacaran və yaxud da ki, və s. və ilaxıra, mənim ağlıma bir ad da gəldi. Demə hələ. Deməyim? Disü. Deməyim? Deyə bilərsiniz Kamilə xanım. deyin. Gəlsin. Mənə qorxudurlar ya Allah Deyil, burada. deyil. Mən hələ də düşünürəm ki, bu Deyil, İlahə kim? Şıklinskayadır. Amma niyə mən orada tərəddüd edirəm? Çünki İlahə bu qədər zaman maskada qala bilərmi? Onu çox yaxından tanıdığım üçün biraz o məni düşündürür ki, onun çox da belə ya bağlı yerdə qalmağa, ya ümumiyyətlə insanlarla biraz kontaktda olmaq kimi bir fobiyası Fobiya. var. Bəli, bəli. Tamam. Ona görə bilmirəm, Aycan. Maskada da rahatdır Kamilə xanım. Ha. Səməni çıxışına həpçi səsi ilə başladı. Aa. Təkcə bir. Yəni O allergiyası var. həpçi eləmədi və həcm dedi. Məncə Başlayanda, həpçi. deyiş başlayanda necə deyirlər? Amma davam et. Həcmi. Rica Hə, edirəm. demək, üzr istəyirəm. bu versiyamda qalıram. Eyvallah. İlahəni hələ də düşünürəm, amma bir qədər tərəddüdlərim var, amma o tərəddüdlər çox da öz üzərində qalmıram. Bu dəqiqəyə ağlıma daha bir ad gəldi. Bəlkə bu maskanın arxasında elə Tünzalə xanım Ağayevadır. O da. Bu ad deyilməmişdi. Xoşlayır ağıllı, Bu ağıllı, gözəl ağıllı düşüncələrini bölüşməyi. Niyə də Bu ad yox? deyilməmişdi. Təşəkkürlər Kamilə xanım. Nigar. Oxuyur ki, bir vəfa, bir vəfa. Bəlkə adı vəfadır. Bəlkə Vəfa Zeynalova ola bilər, Zeynalova. aktrisa. Vəfa... Vəfalardan kim var? Vəfa Şərifova mən bilirəm. Okey, Vəfa Şərifova ola bilər, məsələn. Mən bilmirəm. Vəfa Zeynalova da ola bilər. Vəfa Vəfa Şərifova. Zeynalovaya bənzəmir. Amma Sonra- Vəfa Cəmrəkoy. Gəlin sizə bir Bəlkə oxudu balaca. nə dərzə. Səməni, özün haqqında iki məlumat ver. Birinci məlumat, buyur. Diplomum sizə iynə vurmağa imkan verir. Nəyi vurmağa verir? Diplomum sizə iynə vurmağa imkan verir. İkinci məlumat. ABŞ prezidenti ilə şəklim var. ABŞ prezidenti ilə şəklim var dedi. Auditoriya, gəlin onlara kömək edək. O dedi ki, mənim diplomum iynə vurmağa imkan verir. Sonra dedi ki, ABŞ prezidenti ilə şəklim var. Birinci versiyanı daha çox təsdiqlədi auditoriya. Buyurun Nigar. Okey, tamam. Bəlkə prezident Trumpla şəkili var, amma süni intellekt var indi. Heç kim bilmir Və bunu ya da. yaxud da ki, Madam Tüssü O demədi, adam. O demədi, Çoxlarının Donald şəkli Trump'ın var. adam çəkmədi. Sonra ikinci dedi ki, iynə nəsə. İynə bəlkə Yəni sözlə, eləmək. ya sözlə belə eləmək. Hə, Nə deyirlər maraqlı. ona? Yəni, Yanaşmadı. bəlkə Amma dedi axı diplom, mənim diplomum imkan verir ki, sizə iynə vurum. Show biznesdə elə adam var ki, məsələn, siz xəstəndə zəng vura bilərsiniz ki, mənə iynə Gəl vur. vur, Var belə gəl. adam? Nigar, bəlkə də Yox. tibb bacısıdır. Hə. Niyə Kimsə də var yox? belə adam? Bəlkə onun bir Flora diplomu var, Kərimova. tibb bacısıdır. Flora Kərimova həkimdir də. Amma belə Coşqun bəy, olub sizdə belə hekayə?
Yox, olmuyor. Nə olub ki mənə? Məsələn, Faiq Ağayev Yəni həkimdir. mən vururam, Baxın, cəmaata. ətrafda əgər mənim tanışlarım, yaxınlarım arasında kimsə nasazlayır, kimisə səhhəti biraz əgər nəsə özünü yaxşı aparmırsa, mənə yığırlar. Çünki birinci natamam təhsilim həkimdir axı. Məsləhət görüm, iynə də vura bilirəm. Hoppa. Ona görə əgər diplomu imkan verir ki, iynə vursun, gəlsin master klasa, gəlsin ustad dərsinə öyrədim necə Səməni onu sizə söz atdım. ruhu incitmədən necə iynə vurmaq olar. Ağa, əgər diplomu bizə həm də iynə vurmağı İmkan verirsə. imkan verirsə, mənim bildiyimə görə bundan əvvəl düzdür başqa bir maska arxasında olan kino fərziyyəni söylədilər. Dənizdən Səhv söhbət etmirəmsə, Nanə Ağamalıyevanın təhsili məhz tibdir, ilk Stomatoloji təhsili. O stomatoloqdur, O bəli. iynə Diş vura həkimidir, bilər də bəli. hər halda. Yəni birdən-birə o da bədən quruluşu, əlləri, yəni o səməni biraz rəqs eləyəndə əllərin incəliyi filan da ora da apara bildi bu dəqiqələrdə. Dostlar, doğrudan detektivlər. da. Mən üzr istəyirəm, Nanə bu- də axı yaşıl rəng də olur nanə, hə? Bəlkə o Nanə də doğrudan ona da- bitkidir, səməni də bitkidir. Hə, mən onu deyirəm. Mən də. ağa Çox güzel, icazə buyur ver bizi. bu Buyur Murad. ipuçları haqqında mən də fikir bildirim. Nigula xanım çox doğru vurğuladı. Nigula xanım. Çox doğru. Bəli. Çox doğru vurğuladı. Sən yanmatan deyəndə olar, bu Nigula deyəndə olmaz. Nigula xanım biz hardayıq indi? Biz indi göstərəcəyik. Koordinatları zəhmət olmasa, koordinatları. Baxın, burada doğrudan da bizə üzünü tutub deyir ki, diplomum sizə iynə vurmağa imkan verir. Yəni siz, əziz detektivlər, mən bir filolog kimi, danışan adam kimi, aparıcı kimi sizə iynə vura bilərəm. həkim verilişi Hazır aparır. cavabam. Təhsilim də var. Bəli. Bu mövzudur, bəli. Nigula xanım açdım mövzunu biraz Nəsə daha. açdın, amma yəni davam et. Sonra hə. gəl bağlayım. O birisi ipucu nə idi? Sonra dedi ki, prezidenti ilə şəkli var. Bəli. Bu cəfəngiyatı Azərbaycanda heç bir məşhur, heç bir Amerika Birləşmiş Ştatlarının prezidentlə şəkili olmuyor. bəlkə Emin süni Ağalarvan intellektlə, olmuşdu. bəlkə süni intellektlə Emin hazırlayıb Ağalarvan paylaşır. Süni intellekt belə də nə bilim, o biraz qeyri-ciddi mövzudur. deyil. O biraz qeyri-ciddi mövzudur. Bilirsiniz nə fikirləşirəm? Bizim ki ötən buraxılışlarımızda belə bir hal var da səhnədə ifanı zəif, bilərəkdən zəif oxuyub, amma maskanın arxasında güclü bir səs çıxıb da. Bəli, çox. Nərbalanı hamı Ay xatırlayır. sağ ol, Nərbala. Səməni iki oyundu ki, bizi şəxsən məni Çaşdırır. İlahə və Könül Arif qızı arasında düşündürür. Yəni bacınız haqqında. Bəli, və ifasında da vokal anlamında belə deyək də özünü göstərmir. Ona görə də mən çaşıb qalmışam. Səməni niyə misal üçün Natavan Həbibi olmasın ki? Özü haqqında danışanda Murad, sən bilmirəm fikir verdiniz, vermədiniz. Dedi ki, sağlam həyat tərzi sürür. Şirələr sıxıb içir, sağlam qidalar. Aha. Bu bəlkə də həkim Yox, verilişinə aparan. inanmıram. Kim? İnanmıram. Ya Günaydı ya da İlhamə. Günay Aha. Zaur, Günay Zaur. Ya Günaydı ya da İlhamə. O da ola bilər. Ya Günaydı ya Zaurdur. Aha. Yox, İlhamə. Ya Zaurun günahıdır. Ya da Günay Zaur. Günayın Ya da Zaurdur. ya da ikisidir orada. Mənə elə gəlir ki, çox gözəl versiya Murad atdı. Versiya da ondan ibarətdir ki, bilə-bilə vokalını gizlətmək, amma hətta bax o pıçıltılı oxumağın arxasında peşəkarlıq hiss olunurdu ya. O pıçıltılı vokalı da belə idarə etmək üçün insan Özü gərək rahat. bacarığı ola. Ona görə Rahat. Natavan versiyasına çox inanıram. Mənim də versiyam qoyulsun Elnarə Xəlilova. Əla. Çox gözəl müzakirə getdi detektivlər. Mən istəyərdim ki, sonda hər biriniz bir ad deyəsiniz, təxminləriniz. Başlayaq elə Coşqun bəy sizdən. Könül Arif qızı. Könül Arif qızı. Kamilə Babayeva. Madam ki elə ictimai televiziyanın adları ilə davam eləyirik, o zaman mən də deyim İlahə Şıxlinskaya. Buyurun, Faiq bəy. Hə, mən elə Elnarə Xəlilova deyim. Elnarə Xəlilova. Təşəkkürlər. Nigar Camal. Zaurun günahı olsun. Zaurun Günayı. Mən Faiq Ağayevin versiyasına bir dəstək vermək istəyirəm. Burada izahlarda səməni xlorofil, qan bu mövzuya toxundu dəfələrlə. Elnarə yeri gəlmişkən qan qrupunun solisti idi.
Faiq bəy, bunu öz Həm də versiyanızı- filoloqdur, Dilçidir, yəni dilləri bitiribdir. universitetini bitirib. Yalnız bax o iynə vurmaq məsələsində də eyni düşür. Mən isə sırf Maskanın redaktorlarına təşəkkür edərək onların məni necə İlahə Şıxlinskaya və Könül Arif qızı arasında saxladıqlarını sadəcə olaraq alqışlayıram. Və Hələ ki məni bu iki xanım arasında yönləndirirlər. Məni belə salıblar tora, belə kələyə gətiriblər. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Səməni maskası arxasında kimdir? birinci qarşı durmanın sonuna gəldik, çatdıq. Birazdan ən heyecanlı anları yaşayacağıq. Səs verməyə keçid alacağıq. Amma səs verməyə keçid almaq üçün Səməni burada, Dənizi dəvət edirik. Ölkənin ən sirli şousu Maska Şovu davam edir və biz səs verməyə keçid alacağıq. Səs verməni isə auditoriya edəcək. Amma auditoriya təbii ki, bizim detektivlərimizin məsləhəti var. Kimi? Dəyərli detektivlər, Faiq Ağayev, Kamilə, Coşqun, Nigar və Murad. Kimi məsləhət edirsiniz ki, növbəti mərhələyə keçsin? Az səs toplayan, bir daha qeyd edirəm, az səs toplayan növbəti mərhələyə keçid alacaq. Buyurun Murad, sizdən başlayaq. Məsləhətli don geniş olar. Valla mən bir şey deyim, uşaq kimi bir təzə həvəslik hissiyatı var məndə hal-hazırda. O ki, xatun versiyası bugün ağlıma gəldi. Tez istəyirəm ki, onun təsdiqini çıxarım da. Yəni, ya təsdiqli ya da inkarına gəlim çıxım. Ona görə də mən hesab edirəm ki, gəlin biraz dalğalandıraq, həyəcanlandıraq Dənizi. Dəniz geçsin növbəti səs verməyə. Növbəti, yəni gözləmə zalına. Maska çıxarmağa namizəd olsun, açıq deyil. Hə də, hə. Bugün Ay, istəyirəm sağ ol, ki, çox sağ ol. Dənizi çıxaraq. Öyrənək ki, Dəniz kimdir? Bu sirli, məşhur kimdir? Buyurun Nigar. Belə danışırdı, baxıram ki, Dəniz belə həvəslənib, xoşbəxt olub birdən deyir, çıxardaq! Neçə saniyə? Nigar. Muradın səsi idi o. Təxminən. Muradın səsinin parodiyası. Mən Buyurun. maskaya gəlsəm, mən heç vaxt tapa bilmərsə, onu bilin. Hoppa. Hitmaker də axı. Bəli. Nigar buyurun. Buyurun Nigulya xanım. Kimi növbəti mərhələyə aparsın auditoriya? Mən bir şey görürəm. Axır ki, nəsə. Deməli, Dəniz çox belə şıltaq xanıma oxşayır. Belə dalğalı, belə şirin. Və Səməni də çox sakitdir, çox sakit durur. Belə bir bezib maskada durmaq. Amma mən istəyirəm ki, Səməni qalsın. Səməni qalsın, növbəti mərhələyə keçid alsın. Coşqun bəy, kimi məsləhət edərdiniz? Mən bu oyunda indi bu məqamda neytral qalmaq istəyirəm. Amma qalmayacağam çünki birinci sizi tərifləyib, sonra birinizi getməyini Coşkun dilimə coşur, gətirəcəm. coşturur. Coşqun dənizi coşdurur. Coşkun sən də tufanla oynama. Oynama. Dəniz kimi coşma gülüm. Valla ikisi də maraqlı idi. İkisinin də bugünkü çıxışları doğrudan ürəyimizə yağ kimi yayıldı. Valla Dəniz özünü maksimal dərəcədə istəyir ki, göstərsin, istəyir ki, hansısa bir tanınmışın adını biz çəkə bilək. Amma Səməni o qədər özünü gizlədir ki, o qədər peşəkarcasına gizlədir ki, mən istəyərdim Səməninin üzünü görüm. Səmənin üzünü görür. Yəni, Dənizin növbəti mərhələyə Dəniz keçməsinə qalsın. səs verirsiniz. Buyurun, Kamilə xanım. Yox, Səmənin üzünü hələ ki görmək istəmirəm. İstəmirsiniz. Yox. Dənizin görmək istəyirsiniz. Aydındır. Faiq Ağayev. Onda mən də deyim Dəniz. Dəniz. Ki, Dənizin bax o məharətli insanın kimliyini Növbəti mərhələyə öyrənək. yoxsa maskasını açılmasını açaq istəyirsiniz? maskasını görək ki, bu məharətli insan kimdir. Auditoriya, eşitdiniz, 4-1. Amma siz səs verəcəksiniz. Əgər siz Dənizin maskasının açılmasını istəyirsinizsə, A düyməsini sıxacaqsınız. Əgər siz Səməninin maskasının açılmasını istəyirsinizsə, o məşhuru tanımaq istəyirsinizsə, B düyməsini sıxacaqsınız.
Uğurlar sizə. Ata birlikdə başlayın qutarın. Səs vermə, başlasın. Maraqlıdır. Görəsən auditoriya kimin simasını görmək istəyir? Hansı maskanın arxasındakı məşhuru tanımaq istəyir? Çox səs toplayan gözləmə zalına. Yəni maskanı açmağa namizəddir. Az səs toplayan növbəti mərhələyə keçid alacaq. Stop. Səs vermə, dayansın. Bu andan etibarən səs vermirik. Mənə nəticələri deyəcəklər. Kim növbəti mərhələyə gedir? Kim az səs toplayıb növbəti mərhələyə gedir? Kim çox səs toplayıb maskanı açmağa namizəddir? Kim Səməni növbəti mərhələyə keçid alır? Yoxsa Dəniz? Dəniz? Səməni? Dəniz Səməni, Dəniz Səməni. Kim? Kim növbəti mərhələyə keçid alır? Dəniz yoxsa Səməni? Diqqət! Növbəti mərhələyə keçir. Səməni! Səməni növbəti mərhələyə keçid alır. Dəniz, siz isə gözləmə zalına, siz ola bilər ki, bugün maskasız burada çıxış etdiniz. Hər ikinizi yola salırıq.